Avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Sabirabadda baş verib. İmişli sakini Samir Hacıyev idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyadanı 49 yaşlı Ruhiyyə Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Şəkidə isə 4 gün əvvəl atasının maşınında qəzaya düşən uşaq xəstəxanada ölüb. Aprelin 22-sində gecə Şəki sakini 44 yaşlı Təvəkkül Şirəliyev idarə etdiyi avtomobillə idarə etməni itirmiş, bu səbəbdən də nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılmışdı. Sürücü hadisə yerində ölmüş, 9 yaşlı oğlu Kənan Şirəlizadə və az yaşlı xalası oğlu 15 yaşlı Fəqan Qocayev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdilər. Açıq kəllə beyin travması alan 9 yaşlı Kənan ötən axşam dünyasını dəyişib. 15 yaşlı Fəqan Qocayevin vəziyyəti isə kəfi qiymətləndirilir. Şamaxıda isə mikroavtobusun aşması nəticəsində 7 məktəbli xəsarət alıb. Hadisə rayonun Hacıqədirli kənd ərazisinə baş verib. Mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si qız olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə başqa xəsarətlər qeydə alınıb. Xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol nəqliyyat hadisəsi ilə bağlı istintaq araşdırmalar aparılır. Lənkəranda baş verən qəzada xəsarətlə nəticələnib. Hadisə Yeni Ələt-Astara magistralının Girdəni kəndindən keçən hissəsində baş verib. Minik avtomobili eyni istiqamətdə hərəkətdə olan 28 yaşlı Xəyyam Balayevin idarə etdiyi minik maşınına çırpılıb. Buradan Haftoniya dönəcəyəm, Springsdən. Qardaş arxadan gəlirdi, Fiat Doblo markalı maşın arxadan gəlirdi. Bilməm, indi qurban olma Allah haqqına da girməyək. Yəqin ki, yuxulu idi, nə idisə, mənim öz yolumda mənə vurdu. Mənim sürətim elə də yüksək deyildi. Avtomobillərdən birində olan şəxslər Astaranın Maşxan kənd sakinləri 54 yaşlı İntiqam Novruzov və onun həyat yoldaşı 45 yaşlı Şöylə Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Bütün faktlarla bağlı araşdırmalar aparılır.